Yeni mövzu. Yəni full lab olacaq da sabah yəni. Aydındır mı? Yəni nə keçmisənsə onu təkrarlayacaqsan. Yaxşı, yəni yeni mövzu olmayacaq. Aydındır mı? Okey, rekord gedir. Uşaqlar, dedik ki, C#da bizim data tiplər mövzusu var idi da. Aydın bunları bir dənə bağlayaq. Atar kommentar. Ümid edirəm buranla bağlı sual yoxdur. İndi buraları yavaş-yavaş çoxlu işləyəcək. Bunu da bağladıq. Okey, bu samı da buradan sildik. Aydındır mı? Gəldik nə etməyə? Bir dənə region yazaq burada. 5-ci necə yazılır? Yəqin belə yazılmır. Belə yazım sonra düzəldərik. Üst sualı belə yazılmır. Deməli belə. Okey. Uşaqlar, gəldik data tiplər mövzumuza. Qayıtdıq daha doğrusu. Biz C#da hansı data tiplər var, ondan danışmışdıq. Prosta uşaqlar, onların arxada işləmə prinsipi var. Onu da bilsək, yəni artıq bunu yavaş-yavaş yekunlaşdıracağıq. Data types çıxmış səhifələrimizə data types C#. Okey, mi? Gəlsək bura, girdik bura, hansı data tiplər var bilirsiniz. Hətta iki qrupa bölünür, onu da bilirsiniz uşaqlar. Referanslar, bir də value tiplər. Aydın mı? Tamam. Təbii ki, hə. İndi deyəcəm, deyəsən. Yəni kod yazacaqsan, işləyəcək, sən istədiyin nəticəni verməyəcək. Demək səbəbi budur. Aydın baxır indi hansı səbəb, indi ondan danışacağıq. Demək uşaqlar, nələrimiz var idi bizim? Ümumi qrup value tiplərə bölmüşdük, bir də referans tiplərə bölmüşdük. Yaddaşın doğru düzgün idarə olunması üçün RAM-ımız virtual olaraq neçə yerə bölünürdü? Keçən dərs danışmışdıq. Stack, bir də heap. Aydındır mı? Bu, dedik ki, value tiplər dəyərlərini harada saxlayır? Stackdə saxlayır. Referans tiplər heapdə saxlayır. Aydındır mı? Amma bütün müraciətdə birinci hara gedir? Stack'e gedir. Aydın mı? Fərqi yoxdur. İstəyir referans variable olsun. Yəni sən gəlirsən bura əslində uşaqlar. Deyirsən ki, int ma bərabərdir 12. Uşaqlar, proqram işə düşəndə bu gedir buna RAM-da, stackdə bir hücrə ayrılır. Aydın mı? Bir hücrə ayrılır. İndi onu izah eləyəcəm sizə. Yəni bir yer ayrılır, bir location ayrılır. Və həmin location'a gəlib nə yazılır? 12 yazılır. Aydın mı? Və yaxud da gəlib stringdən bura word yazanda bərabərdir olsun nəysə, içini yazmıram. Nə edir uşaqlar? Bu da yenə gedir, buna dəyərini harada saxlayır bu? Heapdə saxlayır. Amma stackdə buna da hücrə ayrılır. Ona görə bu dediklərimi qruplaşdırsa, istəyir referans olsun, istəyir value tip olsun, bunların hamısı üçün stackdə nə ayrılır uşaqlar? Bir hücrə ayrılır. Aydındır mı? Amma o hücrədə nə saxlanılır? Artıq burası çox maraqlı bir mövzudur ki, biz nə edirik? İndi ondan danışırıq. Ona görə dedik RAM-ımız virtual bölünüb stack və heap. Biz onda buranla bilirsiniz. Buranı dedim ki, göz yaddaşı eləyin uşaqlar ki, numberlar diapazonu genişdir, əzbərləmə ehtiyacı yoxdur. Chardır, booleandır, bunlar hamısı rəqəmlərdir, bunlar value tiplərdir, stringlərdir, classlardır, interface bunlar keçir, arraylərdir, bunlar referans tiplərdir. Aydın bunları yaxda saxlayaq. Gələcəm bunlar, hamısını gələcəm. İndi orada çatanı verərsən suallarda. Yaxşı, gələcəm hamısına. Referans, value referans, C#. İstəyirəm o yeri tapmaq istəyirəm, orada yaxşıca izah olunub. Bilmirəm, yox bu deyildi, bu deyildi. Yaxşı bir yer var, okey, bura məncə olar. Gəlsək bura, uşaqlar. Deməli, value tiplər, bir də referans tipləri var uşaqlar. Bu pointer type-ı saxlayaq, orayla danışacaq. Okey, gəldik uşaqlar. Nə elədik? Kodumuzun içərisində bir dənə variable təyin elədik. Data tipi int, adı i, dəyəri 100. Aydındır mı? İndi o, mən çəkirdim, keçən o xaç işarəsi, yəni onu çəkmə ehtiyac var. Yəni stack, bir də heap məsələsi var. Aydındır mı? Uşaqlar, bir integer bir dəyər təyin olunanda gedir, bura fikirləşir, RAM-ın, uşaqlar, kimsə mikrofonu açıldı online olan uşaqlar. RAM-da, stack hissədə bir dənə hücrə ayrılır. Ümumiyyətlə, bir cümləni belə dedik. Fərqi yoxdur, istəyirsən referans tipi olsun, istəyirsən value tipi olsun, bir variable təyin eləyəndə RAM-da ona bir hücrə ayrılır. Aydındır mı? Uşaqlar, əgər value tiplərdən danışırıqsa, yəni int i bərabər 100 təyin eləmisənsə, fərqi yoxdur da. Yəni elə bir ki, bu oradda int-la bərabərdir 12. Elə bir fikirləşin ki, o buradadır. Uşaqlar, stackdə bir hücrə yaranır, o hücrənin bir nömrəsi olur. Aydındır mı? 000 atıram belə. Bunun üzərində yazılır. Həmin hücrənin içərisində təyin edildiyi variable'ın dəyəri saxlanır.
Aydındır mı? Deməli, biz bunu yazanda əslində value tipli də integer. Bir nam yazanda gedir uşaqlar, stackdə atıram ki 001 hücrəsində dəyər olaraq nə saxlayır uşaqlar? 12-ni gedib saxlayır. Da bunu da yazmaya ehtiyac yoxdur. Burada şəkilli əlat veriblər. Hücrə nömrəsi və içərisində saxlanılır, value saxlanılır. Okeydir mi uşaqlar? Bu biz üçün hansı şeylərdir? Value tiplər. Value tiplər hamısı belə. İstəsən bul təyin elə, istəsən char təyin elə, ürəyin nə istəyir. Aydın mı? Hamısı stackdə. Stackdə hücrə ayrılır və o hücrədə nə saxlanılır? Onun dəyəri saxlanılır. Amma referans tiplərdə, buradakı uşaqlar siyahıdır, nəyə siyahısıdır? Value tiplərin siyahısıdır. Göz yaddaşı eləyin. Gəldi, amma uşaqlar görüm də məsələn string. String hansı tipli uşaqlar? Referans tipli. Referans tiplər dəyərini harda saxlayır? Heapdə saxlayır. Amma dedim ki, fərqi yoxdur. İstəyirsən value tip, istəyirsən referans, bir variable təyin eləyəndə hər bir halda stackdən ayrılır. Hücrə ayrılır. Aydındır mı? İndi uşaqlar, referans tip üçün stackdə ayrılan hücrədə nə saxlanılır? İndi ondan da. Aydındır mı? String S təyin eləmişəm. Dəyəri nədir? Hello world. Avtomatik olaraq hello world dəyəri harda saxlanılır uşaqlar? Heapdə. Və heapdə də bir hücrə var. O hücrənin də nəyi var uşaqlar? Nömrəsi var. Aydındır mı uşaqlar? Amma həmin variable olsun biz bilirik ki, stackdə də bir hücrə ayrılır. Aydın mı? Amma stackdəki hücrədə uşaqlar nə saxlanılır? Stringin dəyəri yox, heapdəki ünvanı saxlanılır. Burası önəmlidir. Nəzəri cümlələrdir, amma burası önəmlidir. Bunlar bizə lazım olurlar. İndi gələcəm oraya yavaş. Aydındır mı? Yəni 2 dəfə təkrarladım, bir dənə gedirəm üzərindən. Aydındır mı? Deməli, onda belə bir sual verim. Onda cavabla. Bütün variable'lar üçün stackdə nə yaranır? Hücrə yaranır. Value tipin stackdəki hücrəsində nə saxlanılır? Reference tipin stackdəki hücrəsində nə saxlanılır? İzah eləyə bilərsənmi bizə? Okey, başla value-dan. Okey. Gəl belə deyək. Biraz istədiyimi almadım tam olaraq. Bir də mən üzərindən keçim. İstənilən bir hücrənin nömrəsi var, bunu qoyduq qırağa. Okey deyilmi? İstənilən bir hücrənin nömrəsi var. Məsələn, bu stackdəki hücrənin üstündə 0x8 falan yazıb. Burada heapdə də bir hücrə var, onun üzərində bir nömrəsi var. Adresi də belə eləyir, adresi var, pointer. Aydındır mı? Uşaqlar, value tiplərdə heaplə işi yoxdur, bunu bilirik. Qoyduq kənara. Avtomatik olaraq bura haradır? Stack. Hücrənin içində value tipi nəyə saxlanılır? Dəyəri saxlanılır. Amma referans tipin stackdə, hücrənin içərisində heapdəki ünvanı saxlanılır. Baxın, 100 yazıb burada, bax, dəyərdir. Amma burada stackdir də. Burada stackdir. Amma buradakı stackin içərisində stringin dəyəri yox. Bu stringin heapdəki ünvanı yazılır. Aydın uşaqlar. Bu nəzəri olaraq bir dənə əzbərdən yadda saxlayaq ki, biz yolumuza rahatlıqla eləyək, davam eləyək. Hə. Fərqi yoxdur. Onun bir dənə hücrəsi var, gedir həmin hücrədə saxlanır. Yəni həmin hücrədə saxlanır. O stringlər ayrıdır, string pool falan var, oraya yavaş-yavaş gələcəm. Aydındır uşaqlar burası. Okey deyilmi? Tamam. Deməli, birinci bu anlayışları bilək, çünki bunlar bizə indi növbəti dərsimizdə lazım olacaq. Okeydir uşaqlar. Deməli, onda mən gəlirəm uşaqlar burada, gəlirəm uşaqlar. Bax, hələ ki, value-larla davam edirəm. Gəlirəm ki, int, bunu eləyirəm num1, bunu eləyirəm num2. Num2 deyirəm bərabər olsun num1-ə. Aydındır mı? Belə bir şey yazdım. Ekranın num2-nin çapı versəm, məsələn, görəcəm. 12 görəcəm. Aydındır mı? Uşaqlar, value tiplər uşaqlar, bərabərləşdirəndə, məsələn, ikinci bir dəyişən təyin elədim də, bu ikinci dəyişənin, uşaqlar, normal nə olur? Bir hücrələrdə saxlanırdı da bunlar. Aydındır mı? Bunun dəyəri nə olacaq? Bunun dəyəri olacaq 12. Yəni, sanki mən bura num1 yox, elə götürüb nə yazmış oldum? Elə 12-ni özə yazmışdım. Yəni, uşaqlar, value tiplər dəyərini ötürür. Aydın mı? Dəyərini ötürür. Yəni, hal-hazırdakı bu num2 uşaqlar, nə işarətdir uşaqlar? RAM-dakı hansı dəyəri işarətdir? Tutaq ki, bu 100-dür də. Buradakı elə bir 100-ü. Aydın mı? Yəni, sən burada num2 bərabərdir num1 yazmaqla, bura 12 yazmaq arasında heç bir fərq yoxdur. Bu bizə niyə lazım? Sual versəz uşaqlar. Mən gəlib bu sətirdə eləsəm num2 bərabərdir. Num2-ni bərabər eləsəm 100-ə və sual versəm ki, num1-in dəyəri neçə olar?
Nam1-in dəyəri neçə olar? 12. Bu niyəsini başa düşür, çünki bu referansda fərqlidir. Çünki fərqlidir. Yəni, uşaqlar, deməli, Nam2 belə yazdımsa, Nam2 belə yazımsa, stackdə bir hücrə ayrıldı, o hücrənin içində nə saxlanılır? 100. Bunun uşaqlar Nam1-ə bir adiyyəti var. Baxın Nam1-ə, sən Nam2-yə Nam1-i mənimsədəndə sanki neyini götürdün? Sanki yox, 12-ni götürüb verdin ora. Nam1 olduğu kimi qaldı. Ona görə sən apar bu 12-nin üzərində nəyisə dəyişəndə bunu Nam1-ə heç bir adiyyəti yoxdur. Biz siz nəzər belə bir lore example verirəm həmişə. Tutaq ki, mənim də nə belə bir əşya var. Aydınmı? Kimsə də bu əşyanı görür, xoşuna gəlir, onu istəyir. Aydınmı? Gedir bunun bir dənə kopyasını eyni bundan alır. Və apar sındırır. Bu sınar yox, çünki nədir? Ayrı bir əşyadan söhbət edir də. Aydınmı? Mən ötürəndə nəyi ötürdüm? Burada valuesunu ötürdüm. Aydınmı? Amma referans tiplərdə ötürüləndə, orada pointerini, adresini ötürdüm. İndi ondan danışacağıq. Okey, nə demək istəyirəm? İndi gəl. Yes, təbii ki. Uşaqlar, nə variable təyin edirsənsə, uşaqlar, bu ayrı bir pointerdir, bu ayrı bir pointerdir. Aydınmı uşaqlar? Bunun hücrəsi tutaq ki, 001-dirsə, bunun hücrəsi neçədir? Atıram 002. Aydın uşaqlar? Hər bir variable ayrı hücrədə saxlanır. Əgər yeni bir variable təyin eləmişsənsə, onun hücrəsi nədir? Fərqlidir. Aydın uşaqlar? İndi gəl nə edək? Belə bir şey yazaq. Deyək ki, bir də int namımız olsun. Bərabər olsun 10-a. Okey. Burada da bir dənə metod yazıram uşaqlar. Static. Deyirəm ki, void olsun, fərqi yoxdur. Deyirəm ki, set 0. Sıfıra set eləyən belə bir metod adı qoyuram. Bu da nə eləsin uşaqlar? Bu da C qəbul eləsin. Bir də integer qəbul eləsin. Int A qəbul eləsin. Aydındır mı? Və gəlirəm burada, deyirəm ki, A-nın dəyəri bərabər olsun 100-ə. Yəni bu public, bu statik olmalı uşaqlar. Statik yazsın. Bir dənə metodum var. Dəyişəni qəbul edir, onun dəyərini nəyə set eləyir? 100-ə set eləyir. Aydındır mı? Və mən də gəlirəm bura. Həmin metodu çağırıram. Set 0-nu çağırıram. Set 0. Niyə görmədi? Set 0. Və bura nəyə ötürürəm? Həmin bu namı ötürürəm. Aydındır mı uşaqlar? Və gəlirəm burada, indi sualı verəcəm. Gəlirəm burada nə edirəm? Namını yazdırıram. Aydındır mı? Gəl nə edək? Başa düşək. Deməli, nam neçədir bu sətirdə? 10. Burada hansı metodu çağırıram? Set 0. Ora nə ötürürəm? Namı. Əslində nə ötürdüm? Bura nə gəldi? 10. 10 gəldi burada A. Neçə oldu A-nın dəyəri burada? 100. Razıyıq? Yaxşı. Daha sonra bu metoddan sonra bu namı çağırıram. Bu namı neçə verər ekrana? Namı neçə verər? 10. Çünki uşaqlar, bizim bura nam yazmağına sanki 10 yazmaq arzumuzda heç bir fərqimiz yoxdur. Qoy səhv yerə yazdım. Yəni səbirli ol, bunu da düzəldim. Yəni bura nam yazmaqla 10 yazmaq arasında heç bir fərq yoxdur. Çünki value tipdir, ötürəndə neyini ötürür? Dəyərini. Bura 10 gəldi, Ramil, bu 10 burada oldu 100, amma bunun nama heç bir adiyyəti yoxdur. Mən bu sətirdə namı yenə yazdırsam, ekranda nə görəcəm? Ekranda görəcəm yenə nəyi? 10-u. Aydındır mı? Bir əşya düşsün. Müəllim, yəni əvvəl 100 idi, sonra 10 oldu nəzərdə tutulsun. Yox, elə 10 idi. Elə 10 idi, 10 da qaldı. Elə nam 10 idi uşaqlar. Aydındır mı? 10 idi. Yes, bu set 0 götürdü bu. Bura namı göndərdim. Amma əslində bura nam göndərmək nədir? Bunun neyini göndərdim uşaqlar? Yəni valuesunu göndərdim. Aydındır mı? İndi bu referanslarda fərqli olacaq, onu görürəm. Və bu 10 gəldi bura. 100 oldu, amma bunun namı heç bir adiyyəti yoxdur. Int nam, yəni belə eləyək də uşaqlar. Belə başa düşək. Bu hücrə 001-dir. Buradakı dəyər nədir? 10. Razıyıq? Okeydir mi? Burada bir dəyişən təyin eləmişəmsə. Bu bir yeni hücrədir də. Razıyıq? Gəldim bura, yazdım 002. Bunun dəyəri neçədir? 100. Uşaqlar, bunun ayrı-ayrı hücrələri, dəyərlər ayrıdır. Bunun adiyyəti var. Mən gəlib bunu yazdıramsa ekrana. Nam neçədir? 10-dur. Dedik axı, hər bir bərabər eləmək dəyişən, bir dəyişən təyin eləmək deməkdir. Bu da bir dəyişən təyin eləməkdir. Burada da bir dəyişən təyin eləmişəm də A. Aydındır mı? Hər bərabərlik nədir? Bir ayrı bir hücrədir. Uşaqlar, 001 hücrəsində nə yerləşir? Bunun adresi dəyəri 10-dur. Və mən bura nam ötürməklə uşaqlar, əslində bunun hücrəsini ötürdüm bura, yoxsa onu ötürdüm? Onu ötürdüm. Onu ötürdüyümə görə uşaqlar, apardım onu burada yeni bir dəyişən təyin elədim. A-nın dəyəri oldu 100, amma hansı hücrədə? 002-ci hücrədə. Aydındır mı? Və bu oldu 100. Bunun, yəni, gəlsəm bunun namını çağırsam, nam bu hücrədədir və dəyəri 10-dur. Heç bir adiyyəti yoxdur. Ver.
Bu. Bu. Int A bu. Ha bu. Bu 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 declare initialize değil axı. Ne saxlasın şimdi? Yox, burada da var burada ama burada yoxdur. Bu harda burada mövcud değil ama burada mövcud olur. Saxla da mesela. Yox, yox, bu metod isidir. Bu metod içində parametrdir. O heç bir o heç bir yer zat tutmur. O nə zaman işləyir? Artıq buna bir dəyər gəlir bura. Bu artıq hücrətə gedir yerini tutur. Amma hücrələrin kodu, buradakı hücrələrin kodundan buradakı hücrələrin kodu nədir? Fərqlidir. Ona görə mən burada namı çağırıram. Neçə görürəm ekranda? Hələ də onu görürəm. Aydındır uşaqlar? Deməli, value tiplər nəyini ötürür uşaqlar? Dəyərini. Yəni sən value tipi çağırıb götürəndə müraciət edən o nəyini götürürsən oradan? Dəyər. Hücrə olduğu kimi də qalır. Aydındır mı? Yəni burada nə olsun ki, bura nam yazmışam. Bu gəl burada 100 olursa, yeni bir dəyişən təyin oldu mu? Bu gedir 002 hücrəsinə. Fərqli bir hücrəyə. Ona görə uşaqlar bu hücrənin buna heç bir aidiyyatı yoxdur. Burada dəyər 10-dur. Ona görə mən burada yenə çağırsam bunu nə edirəm? 10 olaraq görürəm. Aydındır? Müəllim, o 100 istifadə eləmir, düzdür? Nəyi? 100 yəni orada istifadə olunmur. Sadəcə təyin eləmişəm. Sadəcə sənin mövzunu izah eləməyə üçün yazmışam. İstifadə eləmirəm. Burada da ekranı alanda da verə bilərəm. Yəni sizə qalmış bir şeydir. yəni məsəl üçün o metodun içində bir şey yazmışıq, amma mainin içində istifadə olunmayacaq. Yox, istifadə eləmirəm. Sadəcə burada şeyi yoxlayıram ki, yəni bundan burada hələ də 10 çıxır. Aydındır uşaq? Bu metod nə işə yarayır? Yəni bu C# ana bir metodu. Birinci işləmir. Set sonra hara yazın? Bunu silim oraya yazın. Bura, yox elə bir şey olmaz. Main qalmalı, mainə dəymirik. Mainə dəymirik, main qalır. Main bizim əsas ana özəl metodumuz. Birinci işləm metodumuz. Mainə toxunmur. Aydın mı uşaqlar? Mainə dəyə bilmərik, yox. Aydın, maini hər bir halda arxada işləyir. O şeydir uşaq. Mən maini yeni heç nə qeyd eləməmişəm bu vaxtdan qədər. Bugünkü dərsdən də main uşaqlar, dedim axı main toxun olmazdı. Main toxun olmazdı. Hər şey gəlib harda çağırılır? Mainin içərisində. Yaxşı, main toxun olmazdı da, yəni bu cümlə qoyduq kənara. Yaxşı, mainə dəymir. Niyə hər şey mainin içində çağırılır? Çünki işləyən nədir? Main metodu. Yes. Uşaqlar, aydındır burası. Gəlin indi keçək bu məsələni referans tip üzərində yoxdur. Ver. Namı harda plus eləsin? Burada. Yox, uşaqlar, burada ya nam plus yazsaz, namın hücrəsi haradır? 001. Qeyb hücrədəki dəyişən dəyişmə eləyəcək? Dəyişəcək. Mən axı yazmadım axı ki, int nam 3 bərabərdir, nəsə ki, qeyb yeni hücrə yaratsın. Yes, uşaqlar, mən bura gəlib, hər şey atıram buraya. Mən gəlib buraya yazsam ki, nam plus uşaqlar, namın hücrəsi 0 idi, buradakı dəyər 10'dur, qeyb bu neçə eləyir? 11. Olduğu kimi qalır. Yaxşı. Çünki variable harda təyin olunub? Burada. Həmin variableın üstündə işləyirsən, yeni hücrə yaratsın ki. Aydın nə demək istəyirəm? Amma o stringlərdə belə deyil, oraya gələcəm. Yaxşı. Uşaqlar, başa düşdüyümü burasına. Yəni burada niyə 10 çıxdı hələ də onu başa düşdük? İndi keçək uşaqlar, bir dənə example referans tipi üçün yazaq. Aydın mı? Bunu atıram kommentə. Deyirəm ki, bir dənə massivimiz olsun. Int numbers'ımız olsun. Massivlər hansı tiplərdir? Referans tiplərdir. Deyirəm ki, olsun numbers. Bərabər olsun. Skopların içərisində yazaq 22, 33. Bir dənə də metod yazıram uşaqlar. Yəni eyni bir dənə metod yazıram. Static void olsun. Change array index. Belə bir metod yazıram. Array index. Deyirəm array qəbul eləsin. Aydın mı? Int array qəbul eləsin və array'in uşaqlar sıfırıncısını dəyişsin. Sıfırıncısını bərabər eləsin 88. Okeydir mi? Və gəlirəm burada uşaqlar change index'i çağırıram. Oraya array'i ötürürəm. Və burada da çıxışa numbers'ın neyini verirəm uşaqlar? Sıfırıncısını verirəm. Aydındır mı? İndi nəticə olaraq nə görəcəm? Bir də üzərinə mən keçim. Array'i təyin elədim. Bu metod nə istəyir məndən? Array istəyir, alır array'i götürür. Array neyini dəyişir?
sıfırıncı indeksini dəyişir, aydındırmı? 88 eləyir və tamam bu metod işini bitirir. Sonra mən numbers'ın sıfırıncısını çağırıram. Burada nəticə nə olacaq? Burada nəticə nə olacaq? 88. Ha, bir variantı 88. Başqa variant var? 88. Bir variantı 88. Uşaqlar, deməli, array nə tipdir? Referans tipdir. Aydın uşaqlar, referans tipləri uşaqlar. Dedik ötürəndə, əslində biz bura referans ötürəndə əslində o neyini ötürmüş oluruq uşaqlar? Referansını. Yəni adresini, dəyərini ötürmür. Aydındırmı? Yəni əslində bunun uşaqlar 001 tutaq ki, atıram da hücrəsidir. Aydındırmı? Bu hücrənin üçün bu stackdəki hücrəsidir. Aydındırmı? Burada atıram ki 008-dəki bunun nə olsun? Hipdəki. Hipdə nə saxlanılır? Dəyərlər. Razıyıq? Hipdə. Hipdir də bura. Aydındırmı? Dəyərlər 23 deyil. Yaxşı. Stackdəki bu şeydə nə saxlanılır? Bu içində nə saxlanılır? Adres. 008. 008. Razıyıq bununla da. Çünki dedik axı uşaqlar, referans tiplər. Baxın, referans tiplər dəyərini saxlayır harda? Hipdə. Stackdəki hücrədə nə saxlayır? Hipdəki adresi. Aydındır mı? Amma value'larda nə idi? Burada nə qalırdı? Burada dəyər qalırdı. Okeydir burası. Yəni bu izahı başa düşdünüz buranı? Aydındır mı? İndi uşaqlar, referans tipləri biz ötürəndə bunun uşaqlar dəyərini yox. Dəyərin nədir? Budur. Dəyərini yox uşaqlar, neyini ötürürük? Referansını, pointerini ötürürük. Aydındır mı? Və bu da gəlir bura. Array referans tipdir də. Gedir array sıfırıncısı neyinir? 88. Aydındır mı? Əslində hansı arraydən söhbət gedir? Buradakı arraydən. Gəlir bunun sıfırıncısı 22 idi. Bu neçə eləyir? 88. Çünki mən bura nə ötürmüşdüm? 008'i ötürmüşdüm də. Aydındır mı? Referansını ötürmüşdüm. Dəyişir 88 eləyir. Ona görə mən burada numbers'ın sıfırıncısını ekrana versəm neçə görəcəm? 88'i görəcəm. Aydındır mı? Hə? Bunu təbii ki eləyəcəm. Nəticəyə baxaq. Nəticəyə baxaq, keçək izah. Aydındır mı? Deməli uşaqlar. Stackdir. Value tip stackdə saxlanılır. Bu şeyin hücrənin kodudur. Hücrənin kodunun içərisində nə olur? Birbaşa dəyər olur. Referans tipdir. Razısan. Dəyərini harda saxlayır? Hipdəki hücrədə. Sənə bir hücrənin nömrəsi olur da. Stackdə nə olur? Stackdəki hücrəsində də 30-22-ni saxlamır. Nəyi saxlayır? Hipdəki adresi saxlayır. Və referans tipləri ötürəndə biz onu neyini ötürmüş oluruq? Referansını. Yəni adresini. Bu da gedir əslində. Adreslə gəlir axı bura. Bunun adresini çəkir 008 ilə. 008-dəki dəyərlər 22-33 deyil. Bu da gedir 008-dəki 008-dəki 22 eləyir neçə? 88. Aydındır mı? Okey uşaq. Gedir onu 88 eləyir. Və mən burada nəyi görürəm ekranda? Baxın ha uşaqlar, mən burada bərabər new bir array yazmadım ki, bu getsin ayrı bir hücrəyə. Mən belə yazsaydım, new int array yazsaydım, gələrdim siz dediyinizə. Burada yeni bir massiv yaratsaydım falan və yaxud da burada desəydim ki, array bərabər olsun yeni bir massiv, indi orada gələcəm. Eləmədim ki. Amma sualım bu idi da, yəni. Çatdı nə demək istəyirəm uşaqlar? İndi ora gələcəm. Başa düşdük burasını? Okeydim uşaqlar. Yəni əsas qırılma əsas nöqtə, yəni o birinci dediyim o nəzəri cümlələrdir. Yəni stackdə value tip saxlanılır, hücrənin içində dəyəri saxlanılır. Amma referans stackdə hücrənin içində hipdəki hücrənin nömrəsi saxlanılır. Dəyər həmişə hardadır? Hipdədir referansda. Aydın uşaqlar. İndi neyniyək? Keçək bunu artıq o iki dənə maraqlı nöqtəsi var. Onu da eləyib yekunlaşdıraq. Deməli, ona görə bu int a100-ü nəzərdə alınırdı. Int a100-ü nəzərə almırdı. Niyə? Çünki adresini, pointerini ötürmürdü, dəyərini ötürürdü. Deməli, qruplaşdırsaq artıq cümlələrimizi, value tiplər neyini ötürür uşaqlar? Ondan istəyəndə dəyərini vermiş olur bizə. Referanslarda bu neyindən dəyişir? Pointerlə, yəni adresinə, hücrənin nömrəsinə. Aydındır mı? İndi bunu daha ideal görəcəksiniz. Okey deyil mi? Davam eləyək. Yox, elə bir anlar. Heç bir hücrə dəyişmir. Və burada bir dəyişən təyin eləmişsənsə, bunun hücrənin nömrəsi budur. Bu niyə dəyişsin ki? Dəyər dəyişə bilirdi, təbii ki, dəyişdi də. Dəyişdi. 22-33 idi, bu 22-nin getisi idi. Neçə yaz ora?
Dəyişir. Məsələn, bax bunu 10-dur, 10. Bunu aşağıda plus eləsən, bu 10 qeyb olacaq burada neçə? 11. Yox, başqa bir dəyər bərabərləşən o artıq yeni bir hücrə yaradır. Başqa bərabərlik yeni bir hücrə yaradır. Ümumiyyətlə bərabərlik dedik nə edir uşaqlar? Başqa bir yeni bir dəyişən təyin gedir başqa bir hücrə yaradır. Aydın uşaqlar. Mən burada eyni massivin üzərində işlədim. Ona görə bunu 22 elədi 88. Okeydir uşaqlar. İndi eşitmirəm. Yeni dəyər ekrana vermək nə edirsən ki? Yox, ver də, burada verərdin də. Burada gəl ver, yəni yüzü gör də. Sənə nə gedir ki? Hə. Yazdırmamışam. Bu yazdırsan da belə, bu yazdırsan mən görəcəm də ekranda. Mən yazdırmaqla bir dərdim yoxdur. Arxa planda işləsin mənim üçün. Sadəcə 100 olsun. Uşaqlar A var. Meynin üstündə A var. Olmaz ki. Burada mən oldu uşaqlar. Yəni bu skoplar var burada. Burada A var ki, mən burada A yazdırdım ekrana. Burada gəlib A yazdım. Yox, elə bir şey yoxdur uşaqlar. Yaxşı. Yəni çünki siz bilirsiniz də, yəni bunlar skop dəyişənlərdir. Bunun skopun daxilində burada array varsa, bu array kənarda yoxdur. Yəni eyni bu meynin içində A yoxdur. Aydındır mı? Okey. İndi uşaqlar neyəyə? Başqa bir example-dan danışaq. Okey deyilmi? Deməli, bunu hələ ki uşaqlar atıram kommentə. Tutaq ki, bunu istifadə eləməmişik də. Qayıdıram bura. Aydındır mı? Eyni məsələni bir də təkrar yazıram. Int nam bərabərdir 10. Okey deyilmi? Burada nəyi çağıracağam? Burada çağıracağam set 0 metodu. Set 0-unu çağıracağam. Namı ötürəcəm bura. Və console right line-a namı yenidən yazdıracağam. Namın dəyəri neçə olacaq? Namın dəyəri 10 olaraq qalacaq. Niyə? Çünki mən əslində bura nam ötürməklə götürdüm bunu uşaqlar. Value tipə müraciət eləyəndə, çağıranda o sənə götürüb dəyərini verir. Aydındır mı? Bir kəlmə bunu yadda saxlayır. Bizə neyini verir? Dəyərini verir. Özü qalır öz hücrəsində. Onu dəyişmir. Yəni mən namı çağıranda burada çağırma nədir? Müraciət eləməkdir də. Namı istəyəndə o mənə nə verir? İçindəki o hücrənin içindəki dəyəri verir. O şey demə burası. Aydın mı? Bu referansın fərqlidir, ora gəlir. Aydındır? Ona görə mən burada namı çağırdım da istədim. O mənə nə verdi? Onu verdi. Özü qaldı öz hücrəsində. Öz hücrəsinin içərisində 001-də hücrənin içində. Bunun dəyəri nədir? 10-dur. Mən ondan namı çağıranda götürdüm, bax bunu verdi mənə. Hücrənin şeyini vermir ki, öz hücrəsini vermir ki, mən nəyisə dəyişəndə hücrənin içində dəyişmiş olsun. Əgər uşaqlar bu nam mənə hücrəni versəydi, mən bu namın dəyərini burada 100 elədiyimə görə gəlib bu hücrəni vermədi axı, versəydi burada da 100 olacaqdı. Başa düşdün nə demək istəyirəm? Ona görə belə bir case çıxmır qabağa. Ona görə mən run eləsəm proqramı nə görəcəm? 10 olaraq da görəcəm. Aydındır uşaqlar? Nə? Nam yoxdur axı burada. A yoxdur axı. Namla A eyni yerdə yoxdur axı burada yerdə. Yox, işləməz. Yəni burada nə A var, burada nə nam var. O qatmıyor. Onları biraz buranı yadda sal. Bu skopdur. Bu bunun daxilindədir. Yox, kənarda yoxdur. O zaten mövcud anlayış deyil də. Aydındır mı? Okey. Aydındır burası uşaqlar. Arada bizə lazım olur ki, baxın, cümlə önəmlidir. Arada bizə lazım olur ki, value tipləri də referans tipləri kimi ötürək. Olur, bizə kodun içərisində lazım olacaq ki, namı ötürdüm də burada. Dəyəri getdi də. Lazım olacaq ki, biz hücrəni ötürək. Yəni adresini ötürək. Bizə lazım olacaq. Aydındır mı? Yəni, normalda mən namı burada dəyişdim, 100 elədim. Bunun nam dəyişdi. Yox, niyə value tipdir? Amma biz onu elə bilərik ki, özündəki mi aparsın? Referans kimi. Aydındır mı uşaqlar? Bunu C-Sharp'da eləmək üçün bizim 2 dənə keywordümüz var. Ref, bir də out keywordümüz var. Hazır reserve sözlərdir. Aydındır mı? İndi mən gəlirəm uşaqlar, deyirəm ki, sənə bura int A-nın referansı gələcək. Ref keyword yazıram. Aydındır mı? Amma bura indi xəta verəcək də uşaqlar. Niyə? Çünki ref-nə istəyirəmsə, neyinə ötürməliyəm? Ref-nə ötürməliyəm də. Razıyıq mı uşaqlar? Əgər ref-nə istəyirəmsə, ref-nə də ötürəcəm. Davranış tamamilə dəyişdi. Baxın, proqramı run eləyirəm. Dəyərə baxın, oldu 100. İndi niyə? Uşaqlar, normalda value tipi idi də, razıyıq. Bura nə ötürürdü? Artıq onu ötürmür. Nə ötürür? Hücrəni verir. 001, razıyıq. Gəldi bura. Gəldi uşaqlar adresi, həmin adres 001-dəki dəyər neçə oldu?
100. Avtomatik olaraq bura gəldi, onun yerinə yazıldı 100. Yəni mən burada nəyi görürəm artıq? 100-ü görmüş oluram. Aydınmı uşaq? Deməli, Yəni int nam hissəsində 9-cu sətirdə o yazıldı, yoxsa 10-cu sətirdə? bunun sətr yox, bu qalır ya burada. Bu onda dəyişir. Onda gedir bura dəyişir. Aydındır uşaqlar? Aha. Yes, eyni adresdən. Yəni adresdən götürür və burada dəyər nə olur? 100 olur. Yəni həmin hücrədəki yəni bu elə bir 0-0-dəki şeyə bərabərdir, dəyərə bərabərdir artıq. Yəni 0-0 gəlir burada nə yarar? Bura artıq 100 olur da. Aydın nə demək istəyirəm? Yəni dəyişir. Aydındır mı? Yəni bir sən nədir məsələ? Bax, əgər bu gedib ayrı bir hücrə olsaydı, bu ayrı bir qeyb hücrə olsaydı, aydındır mı? Ayrı bir hücrə olsaydı, onda bunun nama heç bir aidiyyəti olmazdı da. Aydın nam nə olardı? Nam yerində qalardı 10. Amma demək ki, bunlar nəyə getdi işarə elədi? Eyni pointer, eyni adresi. Bilirsən nə oldu elə bil? Bayaq sən bunun kopyasını istəyirdin, getdin kopyasını aldın, sındırdın. Buna heç nə olmadı da. İndi xoşun gəlir bundan, mən bunu verirəm sənə. Sındıranda əslində məndəki əşya sındı. Aydın bu məsələ budur yəni. Yox, iplə əlaqəsi yox. Biz sadəcə davranışını dəyişdirdik. Yəni value tip bu int təyin eləmisənsə burada, bu value tipdir və stackdir. Aydın nə demək istəyirəm? Yəni bunu bir mənalı olaraq yadda saxlayaq. Okeydir uşaqlar. Nə deməkdir? Yox, bir gəl bura çatsın ki 100 olsun da o. Yox, gəl bir çatsın da bura. 100 deyil axı hələ. Mən bunu 10 kimi ötürmüşəm bura. Ref niyə 100 olsun? 10'dur. Bu gəlir burada dəyişir. Sən bura yaman tapmısan, bura boş deyil, bura heç nədir. Bura sadəcə dəyər gəlir. O dəyərin üzərində işləyəndə nəsə baş verir. İşləməmiş o təbii ki baş vermir. Bura ref nə olsa ref yazmır. A neçə gəlir bura? 10 kimi gəlir. Amma adreslə. Və burada mən nə edirəm uşaqlar? Artıq bu, yəni biz intin davranışı dəyişdiyi nədir? Referans kimi. Aydın uşaqlar, intin davranışı dəyişdiyi yerdir referans. Yaxşı? Sual var yenə? Yox, elə bir şey yox. Elə bir şey yox. O şeydir burası. Aydın uşaqlar. Yəni gördünüz, namın value davranışı dəyişir. Eyni işi uşaqlar altla eləyə bilirsiniz. Altda bura altda yaza bilirsiniz. Aydındır mı? Eyni şeyi altla elədim. Yəni proqramı run eləsəm, namın dəyəri neçə olacaq? 100 olacaq. Təbii ki, eyni işi görən iki fərqli keyword varsa, adları fərqlidirsə, demək nəsə var da. Razıyıq mı? Demək nəsə bir fərqlilik var da. Aydındır mı uşaqlar? Fərqlilik odur ki, alt deyir ki, altla göndərilən dəyər deyir ki, o ki, burada dəyər initialize eləmsəni, nam. Dəyəri neçədir? 10. Sən deyir ki, bura bu 10'u verməyə də bilərsən. Sadəcə deyir, deklar elə. Mən bu nama dəyəri harda verəcəm? Bu metodun içərisində. Amma deyir, əgər bunu əvvəldən dəyər verməmisənsə, mütləq metod içində nə eləməlisən? Dəyər verməlisən. Bax, verməsən, baxın, əsəbləşdi. Aydındır mı? Deməli, alt deyir ki, sən əvvəldən dəyər neyini verməyə də bilərsən. Bax, verməmişəm ki, razıyıq. Artıq burada namı istifadə edə bilərəm. Dəyəri nə olacaq namın? Təbii ki, 100 olacaq da, təbii ki. Təbii ki, bax, ünvan burada yaranır. Burada yox. Ünvan burada yaranır, bəli. Yes, ünvan burada yaranır, təbii ki. Aydındır uşaqlar burası. Yəni, alt deyir ki, Ramil, əvvəldən dəyər verməyə də bilərsən. Mən zaten gəlib hardan götürəcəm dəyəri? Əgər bir variable təyin eləmisənsə, sən bunu belə istifadə edə bilirsən. Eləyə bilmirəm. Mütləq eləməliyəm. İnşallah eləməliyəm. Razıyıq. Aydındır mı? Deklar inşallah eləməliyəm. Deməli, bu outputdan bu dəyəri alınmasa uşaqlar, bunu bura verməmək. Əslində bu namı nə kimi istifadə eləməkdir? İnşallah olmadan istifadə eləmək deyil. Biz də bilirik ki, inşallah olmadan istifadə bizə nə verir? Xəta verir. Aydın uşaqlar. Deməli, bildiniz, altla ref eyni işi görür. O sadəcə nə edə bilərsən? Altı əvvəldən dəyər verməyə də bilərsən. Amma mütləq metodun içində verməlisən. Yəni, bunu mütləq yazmalısan burada. Yaxşı mı? Refdə də tərsinəsin. Ref deyir ki,
Veya ref yazdı da burada uşaqlar. Burada ref yazmışdıq. Burada nə yazmışdıq? Burada ref yazmışdıq. Ref deyir ki, uşaqlar, əvvəldən mütləq dəyər nə etməlisən? Təyin eləməlisən. Əvvəldən mütləqdir buna bir dəyər verməlisən, amma içəridə verməsən. İçəridə istəsən vermə. Bu namın dəyəri neçə olacaq? Elə 10 kimi də qalmış olacaq. Aydın uşaqlar. Tək fərqi budur. Reflə C arasında, amma indi keçib şu fərq budur. Onu belə yadda saxlayın. Aydın uşaqlar. Yəni indi prosta bu refin out'un başqa bir anlamlarıdır. Başqa dediyim əslində başa düşdüyümüz anlamlardır. İndi onu fərqli cür göstərəcəm sizə. Tam oturacaq. Okey deyə burası uşaqlar. Mənim auto bir də deyə bilərsiniz, zəhmət olmasın. Out odur ki, uşaqlar. Dəyişənə əvvəldən dəyəri nə edə bilərsiniz? Verməyə də bilərsiniz. Baxın, nama dəyər verməmişəm, razıyıq? Bəli. Verməmişəm. Götürmüşəm bura. O dəyəri hardan götürəcək? Bu metodun içərisindən. Buradan götürəcək. Okey deyilmi? Ona görə heç bir problem yoxdur. Burada namı çağıra bilirəm. Yəni, bunu bilirsən də filan, işlədə bilmərəm. Bizdə bir xanım vardı, orada yoxdur. Indi. Mənə deyib? Yox, mənə deməyib. Okey, maraqlıdır. Aydındır mı? Out'a əvvəldən dəyər verməyə də bilərik. Yaxşı? Amma metod içində mütləq verməliyəm. Əgər bunu verməsəm uşaqlar, bu variabl dəyərsiz qaldı. Dəyərsiz olan variabl istifadə eləmək olur? Olur. Aydındır mı? Amma ref deyir ki, sən deyir, əgər bura ref yazırsansa, mütləq əvvəldən nə etməlisən? Ona bir dəyər verməlisən. Baxın, mən buna bir dəyər verməsəm, bu nə edəcək? Partlayacaq. Aydın, deyir ki, refə mütləq əvvəldən dəyər verməlisən, ona görə verirəm. Amma deyir ki, burada verməyə də bilərsən. Zaten dəyəri olmuş bir şey var da artıq. Bunun bir dəyəri var. Verdin nə olacaq, vermədin nə olacaq. Aydın, yəni burada bunun bir dəyəri var. Bunu gəlir bura, elə 10 olaraq da qalır, ekranda yenə onu görəcək. Biz burada value tipləri reference type'lara aid edirik, düzdür? Yox, biz burada sadəcə, yəni davranışı dəyişirik də. Value tiplərin davranışı dəyişirik ki, özünü nə kimi apar? Reference. Bəli. Gəlirəm, müsəbbəli olma. Özün biraz danışım görüm ki, onun başını qoyub, sən deyirsən ki, biraz müəllim sürətli danış, konkret yataq da yəni burada. İndi bildin, əsas öyrənməyə gəlməmişsən. Aydındır uşaqlar, okey deyil mi? İndi... Şükürəm müəllim. Mən sualım var idi ki, biz tutaq ki, indi bu intnam yazmışıq, o value tipdir. Refnam yazanda onun təbii ki, sitəkdə iki ünvanını göndəririk, düzdürmü? Refnamımızı. Biz əgər refnamı çap eləsək, onun ünvanını göstərəcək bizə konsolda yoxsa? İnşallah, biz ünvan falan arxada ramı işləyən bir şeydir. Biz ünvan deyilən bir şey görmürük. Aydınım, o virtualdır da, arxada işləyən bir şeydir. Mən də o Lorel ilə 001 yazıram. Görürsən, o da yazıb orada 08 falan bla bla. Yaxşı mı? Aydındır uşaqlar. Okeydir burası. Onda uşaqların qatdığı bir məsələ var. Uşaqlar deyir ki, müəllim, biz deyil, ancaq reflə out'u value'lar üçün istifadə edirik. Yəni, ref out nədir? Value-nun davranışını dəyişdi də. Uşaqlar, sən reflə out'u elə reference tiplə də istifadə edə bilirsən. İzah edə bildim mi? Yəni, burada mən refin neyin qabağına yazdım? Value tipin qabağına. Həmişə belə olacaq? Yox. Aydınım, həmişə belə olmayacaq. Sən burada bir nə eləyərsən? Bir reference tip təyin eləyərsən, refi ora göndərərsən. Gəlin eləyək onu. Aydındır mı? Gəlin başqa bir example yazaq şu an. Aydındır mı? Necə bir example yazaq? Bir də massivimiz olsun. Aydındır mı? Məsələn, deyək ki, int, deyirəm ki, burası diqqətlə qulaqsın, numbers. Deyirəm bir numbersım olsun. Dəyərləri olsun, mənfi 10, aydındır mı? 20, mənfi 5, mənfi 5, bu da olsun, tutaq ki 30. Aydındır mı? Bir də metod olsun. Massivi qəbul eləsin. Aydındır mı? Yeni bir massiv qaytarsın, amma içərisində mənfiləri olmasın. Ancaq müsbətlərdən ibarət massiv qaytarsın. Aydındır mı? Yəni bir də metod olsun. Static, void. Deyək ki, make positive. Belə bir adı qoyalım. Nə qəbul eləsin dedim? Massiv qəbul eləsin. Massiv. Sağlam. Bunu deyirəm ki, array. Yəni bu array bizə yeni bir array qaytarsın. Amma içində ancaq nələr olsun? Müsbətlər. Yəni mən gəlim bura. Deyim ki, neyi çağırım? Make positive çağırım. Bu number'ı ötürüm bura. Aydındır mı?
Bu mənə geriyə nə versin? Yeni bir int array versin. Məsələn deyim ki, int mənə nə versin? Int deyək ki, positive numbers versin mənə. Sizə verər, bu metod array qaytarır geriyə. Qaytarmaq üçün buranı dəyişmə eləyəcəm. Int array eləyəcəm ki, sakitləşsin. İndi elədim. İndi qaldı, nədir bunun dərdi? Return yoxdur, uşaqlar. İndi biz bu array burada nalı qaytarım yazmalıyıq biz. Yes, yəni bu gələn massivin içərisində yoxlamalı mənfi varsa onu nə etməliyik? Müsbətə çevirməliyik. Demək ki, nə etməliyəm? Üzərində gəzməliyəm də. Razıyıqmı? Nə üzərində gəzməliyəm? Massiv üzərində gəzməliyəm. Okeydirmi? Aydındır burası. Massiv üzərində gəzməliyəm və nə etməliyəm? Yoxlamalıyam. Əgər if array'in inisi nədirsə uşaqlar? İkisi isə nədən? Bu şey bizə tamamlayır, bizi də çaşdırır. S deməli mənfi içinizi yoxlayalım. İnisi isə sıfırdan. Neyini? Mənfi birə vuraq da. Elə bir şey eləmək olar. Aydındır mı? Mənfi birə vurmaq olar. Okeydir mi? Yəni deyir ki, nə olacaq? Array'in inisi bərabər olacaq nəyə? Hətta vur bərabər. Vur bərabər olacaq nəyə? Mənfi birə. Aydındır mı? Okeydir. Və ən sonunda nə eləyək? Return eləyək nəyi? Array. Razılaşdıq. Artıq bu metod geriyə nə qaytarır? Bir array qaytarır da. Razıyıq mı? Gəlib deyək ki, burada for yazaq. For'a yazaq ki, içindəkiləri görək də. Nə qədər fırlansın? Pozitivin nöqtə lenzi qədər. Və bunun içindəkiləri ekrana çapa verək. Gəlsək, deyəcək ki, pozitiv massivin neçəncisi? Görək, həqiqətən burada nə baş verdi? Gəlsək, proqramı run eləsək, uşaqlar. Proqramı run eləsək. Gəldi, nə elədi uşaqlar? Eyni massivdir. Amma nə elədi? 10, 20 mənfiləri müsbət. Amma mən demişdim ki, yeni bir massiv versin. Amma içində yalnız nələr olsun? Ancaq 2 dənə rəqəm olacaq. Yəni istə mənfi var burada. Ancaq müsbətlər qalsın da. Yəni bizə nələr verməlidir? 20 ilə 20-dən 30-u verməlidir. Amma bu nə edir? Mənfi ilə onu da verir. Müsbətə çevirmir onu da verir. Amma mən nə istəyirəm? Ancaq müsbətləri versin. Aydındır mı? Ancaq müsbət. Demək ki, mən burada yeni bir array üzərində işləməliyəm. Razıyıq. Aydındır mı? Yeni bir array üzərində işləməliyəm. Yəni mənə burada nə lazımdır? Yeni bir array lazım. Bu şərtin içində mənə yeni bir array lazım. Və yaxud bu şərti dəyişib deyəcəm ki, müsbətdirsə nə edəcəm? Onları götürəcəm. Aydın müsbətsə onları götürəcəm. Aydındır mı? Uşaqlar, mən belə yazanda bu gedir zaten nə edir? Mövcud array üzərində işləyir də, referans məsələsi var. Okeydir mi? İndi mən alqoritm necə yazaq ki, sıfırdırsa bizə yeni bir array qaytarsın. Yəni mən burada uşaqlar nə etməliyəm? Yeni bir array yaratmalıyam da bilirsiniz. New int deyək ki, bir new array olsun. Aydındır mı? Bərabər olsun. Bilmirəm uzunluğu nə qədər olacaq. Deyirəm ki, yaxşı bunun uzunluğunu bilmirəm də. Aydındır mı? Bunun uzunluğu nə qədər olacaq uşaqlar? Buradakı müsbətlərin sayı qədər. Razıyıq? Müsbətlər də tutaq ki, ədədlərimiz tutaq ki, belədir. 10, gəl buradan götürək də. Tutaq ki, massivimiz budur. Ramil, yeni array'in, yaranacaq yeni array'in massivi neçə olacaq? Bura baxanda. Ancaq müsbətlər lazımdırsa, mən neçə müsbət var burada? 2 dənə olmalıdır da. Demək ki, mən buradakı müsbətlərin sayı qədər array lenzini yaratmalıyam da. Razıyıq? Gəl bura deyərəm ki, int count bərabər 0. Müsbət olan yerdə nə edərəm count'u? Artıram. O mənə müsbətlərin sayını verər. Count'u verər mənə müsbətlərin sayını. Çünki nə qədər müsbət sifin içinə girəcək, sayacaq ki, bunun içində neçə müsbət saydı mı? Və gəlib burada sildim onu. Int massiv yaradaram. Nə olacaq? Int nə yazıq onun adını? New array artıq belə yazsam. Bu array lazım uzunluqda yarandı artıq. Yarandı mı lazım uzunluqda? Çünki bura neçə gəlib oturacaq? 2. Əgər 3 dənə ədəd olsa, neçə gəlib oturacaq bura? 3. Yəni lens hazırdır. Yəni massiv yarandı, lenzi verdi, amma içi boşdur. İndi nə etmək lazımdır? İçərisini doldurmaq lazımdır. Aydınmı? İçərisini doldurmaq. İndi gəlirəm bura deyirəm ki, uşaqlar, indi nə edəcək? Məcbur içərisini doldurmaq üçün yenə yuxarıdakı massivi nə edəcək uşaqlar? Lupa salacağıq. Nə fırlanacaq? Yuxarıdakının lenzi qədər. Yəni nə qədər? Əslində bunun lenzi qədər fırlanmağı bəs edirdi bizə, hə?
new array-in nöqtə nəyə qədər? Range-i qədər fırlansın. Yəni çox fırlanmaya ehtiyac yoxdur. Amma indi bizə bir məsələ var ki, buradakı müsbətlərlə bu array-in içərisini doldurmalıyıq. New array-dir ya. Onu deyirsən ki, bunu qaytaraq array-yə. Bu array-in range-i qədər fırlansın. Burada nə edək? Burada da yoxlayaq. Deyək ki, array-in inincisi böyüksə sıfırdan nə demək? Müsbətdir də. Nə etməliyəm? Set eləməliyəm hara? Təzə array-in içərisinə. Razıyırmı? Yaxşı. Təzə array-in hansı indeksi? Təzə array-in hansı indeksi bərabər olsun array-in inincisinə, əgər müsbətdirsə? Həmişə birincisi. Yes, yəni bizə indeks lazımdır. Aydınmı? Bizə indeks lazımdır ki, biz bura çünki masifin içərisini nə ilə doldururuq? İndekslə doldururuq da biz razıyıq. Yaxşı, bu array-in neçənsi? Bura 1 yazsam bu həmişə hara yazacağını? İndeks harda yaradım? Burada bir də indeks yarada bilərəm. Int indeks. Nəsədən başlasam? Sıfırdan. Harda artırım onu? Burada. Və yaxud da gəl bura deyək. Ya da elə yerində yaza bilərəm də. Burada deyərəm ki, elə indeks plus+-ıncı indeks bərabər olsun array-in inincisinə. Aydınmı uşaqlar? Artıq mənə lazım olan indeksləri tapdım. Okey deyilmi? Gəlib ən sonunda nə edəcəm? Return edəcəm nəyi? New array. Aydınmı? Və gəlsəm artıq bunu burada işlətsəm, bunun içindəki müsbətlər hansılardır? 20 ilə 20 30. Buna da yazdırmışam. Hə, şöyle gördük də elə. Gəl baxsaq 20 30-u gördük. Aydınmı uşaqlar? Okey deyilmi? İndi məsələ nədir? Mən burada uşaqlar nə elədim? Yeni bir array yaratdım. Yeni bir array-in tipdəki dəyərləri də fərqlidir. Adresləri də fərqlidir. Aydınmı? Yaxşı, mən belə bir şey eləmək istəsəm ki, sırf bu array-in üzərində dəyişsin. Nə olur? Mən burada yeni bir array yaradıram. Yeni bir array-in üzərində tətbiq olur bütün dəyişikliklər. Aydınmı? Yaxşı, mən bunu reflə ötürmə mənə nə qazandıracaq? Bax, bura ref ötürdüm. Okey deyilmi? Bax, bunun referansını ötürdüm. Razısan? Əla. Demək ki, burada nə ilə gedəcək bu? Reflə gedəcək. Okey, əla. Dediyimi elədim. Yaxşı. Burada gəlib nəyə ehtiyac var bir dənə sadəcə? Deyirsən ki, elə bu proses, elə bu proses, elə burada olsun da, bunu silər edirsən. Gəlib burada nə edir? Array-in inincisi sıfırdan böyükdürsə, indeks yenə lazımdır bizə. Bunu elə indeks eləyə bilərik. İndeks sıfırdan başlasın. Burada indeks nə edəcək? Yaxşı, burada indeksi plus eləsəm ya, istədiyimi alacam ki, bura deyə biləcəm array-in inincisi, yox, indeks inincisi bərabər olsun nəyə? Yaxşı, bayaq da düzürsən, burada elə plus eləyək. Yaxşı, bərabər olsun nəyə? Array-in inincisinə. Belə. Bu sizə yaxşı, after return array eləsəm, biz istədiyimizi verər. Qəmdən fikirləşək. İndeks bizdə neçədir ki burada? Normalda 0-da. Birincisi, ikincisi belə falan. Bura nə qoyaq? Gəldim array-in özünü qaytarım. Yaxşı, buradakı output nə olacaq? Sizin də 25, 20 ilə 30 olacaq. %30, bir də nəyə gördük? Mənfi, yəni yes qaldı da, yəni bunlar qaldı yerində. Aydınmı? Yəni istədiyimizi nə etmədik? İstədiyimizi almadıq. Yəni dedin bu ref nə? Niyə burada? Hə? Hansı mənfi? Hə, bu şeyin içindən dəyişir də, uşaqlar. Bu burada dəyişir. Buradakı alqoritm uyğun dəyişir. Buradakı indeksə görə. Məsələn, array-in inincisi nədir? 0-dan böyükdürmü? 10. Deyil. Onu ignore elədik. Yaxşı, indeks burada necə dəyişir uşaqlar? İndeks burada 0 idi. Burada olur 1, yox, burada 0 olur, sonra 1 olur. Yaxşı, bu moral dedi, onu niyə belə işlədik ki? Yaxşı, birinci nə gəlir bura? Nə qoymalıyıq ki, bəs? Yaxşı, bu array-in lenzi qədər fırlanır. Aydındır mı? Yaxşı. Axı, şeyləri girməli, müsbətləri girməlidir ancaq bura. Gəl baxaq. Mənfi 10 girəcək bura? Girməyəcək. Getdi. Gəldi. Yəni həmin array üzərində gəldi 20. Girəcək bura. Array inincisi 20-dir də. 20-dir, indeks nəsə olacaq? Sıfırıncısı. Sıfırıncısı nəsə olacaq? Oldu sıfırıncısı 20. Gəldi və mənfi 5 gəldi.
Gəldi -5 gəldi. -5 bura girəcək. Girməyəcək. Aydın bu da getdi. Gəldi 30. Yes, 30 axırıncı. 30 bura girəcək. İndeksdəki uşaqlar 0 idi. Bir bura 30 olmalı idi. Biz niyə görmədik? Return əldə eləmişik aşağıda. Return əldə eləmişik. Bunu yoxlamanın tək bir yolu uşaqlar debugger'da razıyıq. İndeks olsun 0,1'de yanlışlıkla 34 kaldı değişim. Yes. Yəni 0,1, yes, 34 dəyişmir. Məlumat. 34 neçə qalıb? 34 elə qalıb, -5 ilə neçə qalır? 30 qalıb. Yəni ona görə nəticəni gördük. Demək ki, bunu həll edə bilmədik bu кейsdə. Aydınmı? Yəni bu referans dediyin yazar, bu yazmaqla bunu görə bilmədik. Aydınmı? Hə? Altla? Yox, altla falan, altla refin fərqi başqadır. Yox, bunu məncə belə eləyək. Bu qalsın məncə sizə. Qalsın sizə, hə. Hə, bu tas kimi qalsın sizə. Yaxşı, amma burada diqqətlə fikirləşmək lazımdır. Yəni mən burada necə bir davranış eləyim ki, aydındırmı? Necə bir davranış eləyək ki? Hə? Hə, nə məsələn? Ərdeyin lenzindən nəyə çıxar? Başa düşmədim mən isə. De yazım. Gəl şeyi burada saxlayaq, rekordu burada saxlayaq.